Atam da indi bilmir mən nə işlə məşğulam tam olaraq. Bir neçə işi bilir, geri qalanı bilmir valla. Mənim həyatıma girəcək xanım o şey məndən tələb eləməz. Gənc iş adamı Sahil, bu yerə çatmaq üçün nəyə və kimə borclusan? Özümə. Nə üçün? Çünki heç kim əlimdən tutub bir yerə gətirməyib. Oğlum çok üzüldüm lan. İndiyənə qədər döydüyüm heç bir qapıdan müsbət cavab almamışam. Bütün çabalarımdan hər şeyi özüm eləmişəm. Çətinliklər Atam da mi? indi bilmir mən nə işlə məşğulam tam olaraq. Hətta. Bir neçə işi bilir, geri qalanı bilmir valla. Təsəvvür edin ki, bu qədər əziyyət çəkmisiniz, pul qazanmısınız, hər şey əla və birdən aşiq olursunuz. Həmin xanım Ən qorxduğum şey. hər şeyi atırsan, ya sənin işin, ya mən. Ya Seçim həmin xanım etməlisən. şizofren olmalıdır. Yəni o xanım ya Məcnun Leylisi olmalıdır. Aha. Ancaq çöllərdə yaşamalı Yəni siz həvəs. Məcnun olmalısınız. Yəni mən Məcnun olmalıyam, o Leyli olmalıdır. Yəni o xanım niyə desin ki, hər şeyindən vaz keç? Ona görə məncə mənim həyatıma girəcək xanım o şey məndən tələb eləməz. Həyatımda olan xanım, yəni evlənəcəyim birisi, səhər-səhər yuxudan duranda o mənə o qədər müsbət enerji verməlidir ki, mən getməliyəm, dağı üstə qoymalıyam, axşam evə qayıdanda fərəhlənməliyəm. Motivasiya lazımdır. Bəli, gözəl sevgi, gözəl enerji, gözəl iş, hamısı vəhdətdir. Digərlərini bilmirəm, amma enerji mütləq lazımdır. Çox sağ ol Sahil. Təşəkkürlər. Var belə söhbət. Radio Enerjidə var belə söhbət.